Diş burun xəstəliyi hazırlanır. Rengini göstərəcək təkrar sizə. Görürsünüz, darlıq zonamız rektumdadır və çox geniş bir dolaşmış bağırsaqlarımız var. Görürsünüz, bütöv hamısı. Allah haqq eləmirəm. Deməli, diş burun xəstəliyidir. Görürsünüz, biz retraktorla anodermanı açmışıq. Sonra hansı ki dental line, budur, dental line'ı götürəcək, pektineal liniyanı. Və bunun içindən 2 santimetrdən bağırsaq başlanacaq mobilləşməyə. Təşəkkür. Deməli, mukozal diseksiya olundu. Muskulyar kaf saxlandı. Bu muskulyar kafdır, Suave metodu ilə. İndi kafı kəsib qarın boşluğuna girəcək, bağırsaq tam mobilləşdiriləcək. Çox təşəkkür. Dar zona bu hissədir. Bura bağırsağın genişlənmiş hissəsidir. Görürsünüz, qarın boşluğuna muskulyar kafı açdıq, qarın boşluğuna girdi. İndi bağırsaq gələcək. Görürsünüz, bunlar necə genişlənmiş hissə başlayıb. Sərbəstləyəcək bağırsaq yavaş-yavaş. Daralmış zona, genişlənmiş zona gəlir. Buradan normal hissə. Görürsünüz, keçid. Buradan biopsiya alınacaq. Bura tranzitor zona. Ortalama, baxaq bir dənə uzunluğuna. Deməli, 15, hardasa 25 santıdan biraz çox bağırsaq rezeksiya olunur transanal yolla. Təşəkkür. Deməli, tam qat biopsiya alınır bağırsaq divarından. Bu əkilməyə göndərilir. Deməli, muskulyar kaf posteriordan kəsildi. Görürsünüz, budur muskulyar kaf hər yerdə saxlanıb. Bu içəriyə doğru pinsetdən itələnəcək, qarnın içinə doğru gedir. Getdi bütöv hər iki tərəfdən. Bu hansı ki nəcis saxlama qabiliyyətində rol oynayacaq. Təşəkkür. Bağırsaq daxildən muskulyar kafa fiks oldu. Bu sfinkterdir. Görürsünüz, sfinkter hamısı bu kruçokların altındadır. Sfinkterin daxilində indi bağırsaq kəsilərək koloanal anastomoz icra olunacaq. Deməli, koloanal anastomoz icra oldu. Bax, bu sfinkterləri da buraxırıq. Bu hansı ki sfinkterin içində olacaq. Fikir verirsiniz ki, sfinkter tam özü burada qorunmuş vəziyyətdədir. Pektineal liniyanı buraxırıq tam. Görürsünüz, bu qədər məsafə sfinkteral məsafədir. Hamısı qorunub. Çıx şədoları da. Və anastomoz qalır bağırsağın içində. Bir dənə qoydum. Popada yığılacaq. Vəssalam. Olacaq ideal. Çox yaxşı.